Salamlar. Koreyadayız. Daha doğrusu sizə Koreyadakı kimi hiss elətdirəcəyik. Qonağım Nəzrin. Nəzrin. Utanmayın siz. Ya Ah, kusacağım utançtan. Ay ben ömrümde çok az böyle rezillik gördüm. Sabah bir gün Koreyaya gidəcəksən. Ay, Orada inşallah. Necə davranacaqsan orada? Deməli, ben şey çıkardım onda da. çıxartacaq. Sən necə rahat? Siz bilirsiniz ki, mən YouTube'da əsas kontentimdən biri də o idi ki, fərqli, bacarıqlı, istedadı olan və ya ki, başqa bir dünya görüşü olan insanları YouTube kanalıma qonaq çağırdım. Sən də onlardan birisən. Nəzrin Koreya dilini öyrənir. Koreya tərcüməçilik düzdür. Utanır. Utanmaq nə deməkdir? O dildə nə deməkdir? Pukrovda. Pukrovda. Pukrovaya. Bıkrovaya. Pukrovaya. Bıkrovaya. Bu. Bıkrovaya. Aha, utanmaq deməkdir. Yazın uşaqlar, bəlkə mən söyür, mən nə bilirəm. Mənə suallar gəldi Instagramdan, bilirsən. Ay ama bilirəm. Bəli, ən başda olan sual budur ki, Koreya dili çətindir. Koreya dili aslında o qədər çətin deyil. Çünki Azərbaycan dili ilə cümlə quruluşu eyni olduğuna görə, hətta ingilis dilindən daha asan gəlir mənə öyrənmək. Ona görə də o qədər çətin olduğunu düşünmürəm. Hətta Azərbaycan dilindən daha asandır. Çünki Azərbaycan dilində əlifbada 32 hərf var da, Koreya dilində isə sadəcə 24 hərf var. Ona görə o qədər çətin olmadığını düşünürəm. Doğrudan deyirsən, cəmi 24 hərf. Və hətta istəsən sənə əlifbanı bir günə belə öyrədə bilər. Siz uşaqlar Koreya dilini öyrənirəm. Bəs dilə ki, bir dil öyrənirsin sonra asan olur. Yox, o elə deyir axı. Amma məsələn, məsələn Koreya dilini öyrənsən, ondan sonra Çin dili, Yapon dili sənə biraz asan gələ bilər. Çin dili ilə Yapon dili. Çünki bəzi sözlər oxşardı, bəziləri hamısı demirəm təbii ki də. Dünyanın ən çətin dili hesab edirlər Çin dilini. Bir ara öyrənirdim mən. Amma yarım qaldı. Yarım qaldı. Çox çətindir. Fikrim var öyrənmək Çin. İstəyirəm. 2026 hədəflərimdən biri də budur. Bir də sən tələbə hazırlaşdırırsan. Hazırlaşdırıram. Nəzrin tələbə də hazırlaşdırır. Mən onu Koreyalı yazmışam kontaktıma, ona görə əsl adını unuduram. Nəzrin hazırlaşdırır tələbə. Tələbə. Neçə hazırlaşdırırsan? Qiymət? 5500, 6000, 6500, 7000. İndi on Zeyhat olmasa Instagram hesabını çıxar buradan öyrət yazalım. Səni dəcəm. Amma yəni o qədər də baha hazırlaşdırıram. Sən YouTube'un da var. Instagram YouTube'unu bura qoyacağım. Zəhmət baxarsınız. Biz Nəzrinlə istədik ki, Azərbaycanda bir dənə yer tapdıq uşaqlar. Koreya mətbəxi. Mətbəxi. Biraz açılışını ol. Koreya mətbəxi. Burada Koreya məhsullarını bişirirlər və mən sual verdim ki, məsələn mən nə vaxtsa getsəm Koreyaya. Orada eyni ilə belə olacaq deyirlər, hə. İnşallah ki gedərik oradan. İnşallah. Sonra gələcəm bura deyəcəm ki, düz deyirsiniz yoxsa səhv deyirsiniz. Birinci nəyi dadaq? Birinci çilədən başlayaq. Mən bu yeməklərdən çox qorxuram nəsə. Deməli, Koreya dilində istəyəcəm səndən ki, yemək yeməyə başlayaq. Kırım umuşigil 먹으러 갑시다. Vay canına. Ne diyor bu? Kimçidir. Bu oy kimçidir. Oy xiyar deməkdir. Kimçi də elə turşu kimidir. Koreyan adi yer çöçüdür. Nəsə gözüm su çıxıyor uşaqlar. Amma o yarıqlı. Bu da yosun salatıdır. Məsələn, bu nədir tərkibi? Bu kələm, beçudur. Beçu şey, amma Çin kələm olur. Çin kələmindən hazırlanır. Yaxşı, birinci ona bax. Amma sən dadına bax, sənin reaksiyanına sonra mən. Tamam, o da çöplərimizi birinci açaq. Aha. Bu da nə? Koreyalılar bu qədər baharat, bu qədər şey yeyir. Necə üzləri təmiz qalır? Əslində hamısının üzü elə deyil. Hamısının üzü belə deyil əslində. Koreyalılar Amma ümumiyyətlə çox da qəşəngdir də üzləri. Koreyalılar ümumiyyətlə özlərinə bir imaj yaradıblar dünyada da. Ki bunlar mükəmməldirlər, perfect skin, nə bilim, qəşəng, mədəniyyət, mükəmməl ölkə. Bıdır insanlar təbii ki elə deyil. Amma sadəcə danışacağıq. Dünyaya yansıtdıqları imajları çox qəşəng, amma bəyənirəm. Amma yaxşı yansıda biliblər ki, biz onları bu tərəfdə görürük də. Yəni əslində təqdirə layiq bir şeydir məncə. Məncə də. Uşaqlar, ola bilsin ki, bu sizlə son YouTube vlogumdur, amma adına hayatım. Bilirsiniz nə dadı, nə qoxusu verir? Turşu kimi iylənir. Valla. Fərqli mi? Sevməyəsəm, acıdır, hə? Tabii. Baxın, bu bilirsiniz nəyin yanında qəşəng gedər? Kababı. Bir dənə lülə kabab. Azərbaycanlı qan var ya. Azərbaycanlı damarına bax. Lülə kababın yanında nə dadı? Yandım, o kimçi. Lülə kabab plus kimçi. 신경도 한 번도 안 물어보셨잖아요. Oy da çox acıdır. Həqiqətidir. Amma keçdi acısı. Mən bir Amma normal oğlan deməmişdi. Demişdi. Bura gör. Yaxşı.
Mən səndən soruşmaq istəyirəm ki, sən dedin ki, Koreya yaxşı yönlərini bizə göstərib. Əslində elə deyil. Məsələn, bunu necə aça bilərsən biraz? Yaxşı, əslində elə olmadıqlarını. Hə. Yəni əsasən insanlardan tutun ki, kamera qarşısında biz əsasən Koreya dramalarını və yaxud da K-pop görürük, musiqilərini. Belə bıcır-bıcır insanlar, hamıya yaxşı davranan, səmimi insanlar, amma əslində elə deyirlər. Bunu araşdırmısan? Araşdırmısan deyəndə Azərbaycana gələn bir çox Koreyalılardan və yaxud da iş mühitində əsasən bu gözə çarpır. Yəni səyahətə gələn insanlar sənə acı davranması doğru bir şey deyil. Yəni elə bir şey rastlamayıb, daha doğrusu ki, qarşıma çıxmayıb da elə bir şey. Amma məsələn iş mühitində falan insan rastlayır. Sənə ən çox gələn suallardan biri Koreya dili çətindirmi? Ümumiləşdirirəm sualları. Koreya dili çətindir. Neçə müddətə öyrənə bilərəm? Biri niyə bu yönü seçib? Niyə bu yönü seçdin? Hə. Deməli onda mən başlayım. Koreya dili çətinmi? Bayaq əslində danışdıq. Koreya dili o qədər də çətin deyil. İstəsəniz həqiqətən öyrənə bilərsiniz. Bundan əlavə nə dedin? Neçə müddət öyrənmisən? Neçə müddətdə öyrənmişəm. Hazırda öyrənmək müddətindəyəm. Öyrənmə sürəcindəyəm hazırda. Yəni hazırda 3-cü kursdayam. Universitetə başlayandan olsa hər şey sıfırdan keçirilmişdi. İndi hələ də öyrənməyə davam edirəm. Olsa dil elə bir şeydir ki, siz nə qədər öyrənsəz də, oxusanız da deyə bilməzsiniz ki, mən bir dili tam bilirəm də. Bir də sənə ən çox gələn sual, bunu növbəti yeməyi ye, sonra deyəcəm. Bax mənə maraqlıdır, xiyara nə vurublar? Hə, buna soslar olur əsasən. Soslarla qarışdırırlar, eləyirlər. Mən özüm evdə kimçi hazırlamışam. Yəni iminisi də həqiqətən dadları çox oxşuyur. Hə, alma, sirkə falan. Siz buradan görə bilirsiniz uşaqlar. Bax, atlamanın qatığın içinə xiyar doğrayırıq. Sizdə də atlamadır, hə? Şeydə, ucarda biz atlama deyirik, amma Gəncəlilər doğrama deyirlər. Doğrama, atlama, akroşka. Akroşka, Bakılar akroşka deyir. Mən ön yargılı davranıram. Ön yargılı davranma, həqiq qəşəngdir. Yaxşı, ye birini sən ye. Tamam. Kanka, nə olursa sana olsun. Allah. Oy. Okay. Mən bunu qədər sevmirəm yatığı. Mənasız acıdır. Başa düşürsünüz, xiyarla acı heç getmir də. Xiyara niyə acı vurasın? Bir dənə sözdür. Bu Koreyalı qəribə adam. Bir dənə sözdür. Bunu yedin də, hə? Buna Koreya dilində reaksiya vermək istəyirəm. 생각에는 오이와 매운 오이를 먹는 게 좀 힘들 것 같아요. Ya bir şey anladın mı? Bir şey. Lanet olası aklından. Ne maraqlı bir də dedən olar. 전 매운 오이를 안 좋아해요. 안 어울려요. 매운 것은 오이에 안 어울려요. Nə dedin? Yani adı da xiyara yaraşmır. Yeyirəm ha. Hayır geçsin ama dadı deyil. Qəşəkdir. Bizlər kimsə ondan qəşəkdir məsələn. Açığını desək, acı olsa da. Yəni ağızlarına gələn qatıqlar xiyara. Çox dadlı. Amma kababla. Amma bunu bilmədik nədir? Bu yosundur, yosun salatı kimi bir şey. Yosun salatı. Mənə həmişə maraqlıdır ki, bunlar harda dür göyərti, ot var yeyirlər. Amma bir də gözlə. Sənə bir də sual gəlmişdi ki, Koreyada gedib səyahət edib gəlmək nə qədər başa gələr? İnanırsın, mən hələ gedib gəlməmişəm. Maraqlan. Belə aşağısı 4-5 min. 4-5 min? 4-5 min. 4-5 min çoxdur. Çoxdur həqiqətən. Çünki bilet pulu bahadır. Ardası aşağısı 1200-1500-dən aşağı bilet pulu yoxdur. Gediş qayıdış. Özdə bizdə çox sevirlər Koreyanı ona görə. Dəhşət gedib gəlirlər. Mənim ən böyük arzum amma Tokyoya getmək. Həqiqi. Çox qəşəngdir. Çox Qəşəngdir. Yəni məncə oranı bir səyahətdə gəzib bitirmək olur. Amma Çin onu daha maraqlı görsənir məndən. Doğrudan. Çin İvan qurbağa zət deyirsiniz, amma hələ deməyin də, nə olar? Onlar da öz mədəniyyəti var. Yəni o bilsən həm də nədəndir? Deməyin də nə olar? Yeyirlər deyil lan qurbağa faks. Bilsən nədəndir? O vaxtı əvvəllərdə də kasıblıq olanda, azlıq dövrü olanda, azlıq dövrünə görə. Amma mənə çox maraqlı. Mən getsəm ora, İran da yeyəcəm, qurbağa da. Maraqlıdır. Gedərik, bəlkə qismət oldu, bir yerdə getdik. Bəs demədin, niyə Koreya mədəniyyətini seçdin? Niyə Koreya dilini? Əslində 13 yaşımdan bəri marağım var idi. Əsasən K-pop-a görə də, Koreya mahnılarına görə həvəsim var idi. Ona görə. Bəs bu sahəyə marağı olanlara nələr dinləməyi tövsiyə edirsən? Hansı mahnıları? Mahnı dinləməyi, əsasən dili öyrənmək istəyirsinizsə mahnı dinləməyi tövsiyə eləmirəm. Çünki o qədər də köməyi olduğunu düşünmürəm. Əsasən podkastlar dinləsələr daha yaxşı olar məncə. Yaxşı nələr dinləsinlər deyə onları bura yerləşdirərik. Podkast olaraq da sən kanallar atarım, ikisini buradan qoyarsan. Tamam. Bəs hansı filmlərə baxsınlar? Ayda mən sevirəm Koreya filmlərini, ən çox zombi olanlarını. Sevirsiniz. Ona görə də 2 dənəsi məsləhət gör hələlik. 2 dənəsini. Birincisinə deyərdim, Sweet Home deyərdim. Zombi deyil ha.
Buyurun, gəl, kəsərəm mən. Sizin dadına baxarsınız. Menyuda yoxdur eləlik. Özümüz üçün prova elədik. Mən misal üçün çox bəyənirəm. Sizdən də bir feedback istəyərdim eşitməyi. Yaponlarda ümumiyyətlə adət-ənənəyə uyğun. Bizə misal üçün kebabı nətər eləyirlər? Onlarda da yakitori. Onlar yakitori hazırlayırlar. Yəni onlara aiddir də, düzdür? Sırf Yaponlara aiddir belə. Yaponlara aiddir. Kebab, Yaponski kebabdır da elə belə. Hə, başa düşdüm. Sezonu de sezonu. All Hours of Our Dead belə bir şeydir. Hə, adı tam yadımdadır. Axır elə bir şeydir. Məktəb konuludur, amma zombi filmidir. Sonra Happiness. Ən sevdiklərimdəndir zombi filmlərindən. Bura Şeyə hamısına baxarsan bəlkə, Train by Busan. Yox. Qatarda gedirlər, zombilər hücum edir. Baxmışam, orada baxın ona çox qəşəngdir o. Çox maraqlıdır. Oradan qəşəngdir. Və hissi verirlər ya, adam hissi yaşayır. Mən istəyirəm sən Koreya dilində deyəsən ki, kanalımıza abunə olun, like edin. Ya da ki, Aytacı izləyin, nə istəyir, bunu necə istəyirsən deyə bilərsən. 우리 아이타제 채널을 구독하고 좋아하기를 바랍니다. Aytacı, niyə artırdın ora? Mən Aytacın kanalına. Aytacı olur. 아이타제 채널을 belə dedim. 아이타제 채널을 구독하고 좋아하기를 바랍니다. Ayda çok bana. Bunu bilməliyik, bunu restoranda edir. Ha, Tam şəkildə. hə, opşu qarışdıram. İndi qəşəng gəldi, bayaq gəldi. Bu nə yaxşı Nəzrin hər şey yeyir uşaqlar. Daşdan yumuşaq nə varsa. Zarafat edirəm bu arada. Hər evə lazım bir gəlindir. Abart. Okey, gəl sən birinizi qoyun belə. Yox, sən al, birini sən Yox, nə ye. olacaq? Gəl qoyun belə. Biri. Gör nə reaksiya verəcəksən. Mən birinci səfər üstünə yazamayım bu arada. Məsələn, buna da eyni reaksiya verir ki, Mən ona da. sevmədim. Mən cağız tadımız oxşayır yasdı Ya. biraz. Ye baxın. Tamam. Uşaqlar olur. Nəzrin 19 yaş var, bilirsiniz. Bebe deyə. Amma görürsünüz, üzərdəcə çalışır, maşallah. Qəşəngdir. Həkim. Qəşəngdir. Doğrudan. Mən yosunu çox sevirəm də. Nəzrin Instagram, YouTube səhifələrində bura etiketləyəcəm. Çox sağ olun. Çox fəaldır, çox qeyri-adi kontentləri var. Bu sahəyə marağınız varsa, bu dili öyrənmək istəyirsinizsə, Nəzrin sizə böyük motivasiya olacaq. Evet. Məncə qəşəngdir. Normal yosun dadı gəlir də. Məncə qəşəngdir. Mən yosunu sevmirəm, amma burada yosun dadını bastırıblar. Ən sevdiyin sushi nədir? Hansı? Philadelphia. Philadelphia. Mən sevdim. Burada mı? Yosunun dadını Məncə bastırıblar. qəşəngdir. Ona görə sevdim. Hə? Hə, baxın uşaqlar, belədir, belə bir şeydir. Sırf yosunun dadı yoxdur. Adam yedikcə yemək istəyir. Gedir ha. Gülürdüm. Bir də adam biraz ət ürpəşir, elə bir ilan balıq yeyirsən. İlan balıq sevirsən. Tamam, yemişəm. Bu ilan balığı Nənəm başa sala bilməyən millətə nədir? Necə ilan balıq görmədiniz Bilmirsiniz. Mən babam alır. Məncə biologiyada Xəzər minolqası gedir onun adı. Tam adını bilmirəm. Axı nənəm bişirmiş o. Özü də unlayıb eləyirlər belə, sonra tavaya salır elə bişirirlər. Gəlsəz bura bundan yeyin, maraqlıdır. Söz əzbərləməyi bunu nəzərinizə çatdırmaq istəyirəm ki, yəni söz əzbərləməyi siz vərəqə yazıb belə sırayla əzbərləyim, 100 dənə, 40 dənə, nə bilmə, 1000 dənə söz əzbərləyəcəm, kareddə super danışacağam, belə bir şey yoxdur qətiyyən. Sözü çalışın cümlə daxilində öyrənin. İstər ingilis dili olsun, başqa dillər olsun, hamısını cümlə daxilində öyrənin, çünki yerinə görə bilirsiniz. Və müəyyən zaman keçdikcə siz onu hər hansı bir situasiyaya uyğun olaraq xatırlayırsınız və yadınızda qalır söz. Amma normal əzbərləyib çatmır. Koreya getsən, hara gedərsən birinci? Birinci olsa paytaxt Seuldur. Yəqin ki, oralı gəzərəm birinci. İnşallah. Bir dənə dadlı nəsə yemək istəyirəm, çox xahiş edirəm. Burada toyuq var. Toyuq yeyək. Baxın, belə bir toyuq var. Toyuğun dadına baxacağıq, Allahım şükür. Evet. İnşallah ki, bu xəyalımda olan toyuq dadır da bu. Yanında belə ağ şeyləri var. Biz dedik bunu. Baxın, yanında belə ağ şeylər var. Bu nədir? Turpdu, fermentlənmiş turp dana. Toyuqla turp yeyirlər. O uşaqlar belə nə bilmir, qeyri-adi adamlardılar. Bu nə idi bəs? Sosu var Balı dibində. toyuqdur dedi. Nə dedik biz toyuğu? Necədir Nəzrin? Nə dedim ki, yan-yumusun ya, onu sınamadım. Yanyon nədir? Soslu olanı. Bəs dedim sən nasıl istəyirsən dünəndə. Mən dünən yemişim deyə sən dedin o yemədiyin olsun. Ay o dadlıdır. Ay çox bəyəndim onu. Kimçi ilə ye, kimçi ilə ye qəşəng edəcək.
Al. Mən minik. Ha bu şey değil biraz da. Ama Ne? onun adı da bu. Sushi'nin yanında olur ya turşular. Yo, o zəncəfil deyil, o sırf zəncəfildir. Kələm doğru. Aa, bəs mən onu yeyə bilirəm. Mən zəncəfil sevmirəm axı. Hey, gidəysən. O zəncəfildir. Aa, bəlkə nəsə qarışdırıram. Zəncəfil hansı növləri var bəlkə? Bəlkə fermentlənmiş olur, bir qırmızı rəngli olur. Səhv eləmirəmsə o fermentlənir. Stəkanı atıb yeyirik, o nə deyil? Deyil, şey yeyirsən, Hə, üstünə vurmaq sosunu istəmirəm. istəyirsən Hə, çıxsın. evet. Hə, tamam. Uşaqlar, toyuq miqo. Nə suallar var burada, sıkırın Ay eləmişəm, Allah. onu soruşacağıq. Baxın. Koreya dilini öyrənmək fikri hardan ağlına gəlib? Hekayəsi varsa hekayəsini danışsın. Hə. Deməli mən hardasa 13 yaşım olardı, evi təmizləyirdim. Evi süpürəndə həmişə mahnı ilə yığışdıram mən də evi. Birdən Blackpink-in mahnısı çıxdı. Mən özüm belə səhnədə hiss elədim. Ondan sonra başladım bunları araşdırmada. Çox gözəl qızlardılar bu arada. Yəni bayılırdım onlara. İndi də bayılıram təbii ki də. Ondan sonra araşdırdım, gördüm belə-belə yazılar yazıb. Bunlar hər hansı bir proqrama qoşulmuşlar. Onun yazıları YouTube-da belə-belə yazılar idi. Araşdırdım, baxdım, gördüm Koreya dilidir. Sonra da başladım belə-belə Koreya dilini öyrənməyə, maraqlanmağa. Bəs ailən nə dedi? Əslində ailəm mənim bütün qərarlarıma sayğı duyurlar, hörmət çox yaxşı, edirlər. bu çox Hə, yaxşıdır. Heç bir şey yəni qarışan deyirlər. Yəni nə eləsəm arxamdadılar həmişə. Ona görə onları çox sevirəm. Ailə dəstəyi sənə hər zaman təkan verir də, düzdür? Bəs yaxşı, bu 13 yaşında bu Koreya qarşıma çıxmasaydı, nə edərdin, hansı yönə gedərdin? Ayda, çox çətindir bunu demək. Nə edərdim? Mən əslində uşaqlıqdan bəri çox hobbilərim olubdu. Hobbi deməyim, hobbidən əlavə belə gələcəyimin planı kimi olub da. Şahmatla məşğul olmuşam, üzgüçülük, rəqs olsun. Nə bilim, Maraqlı da boşlayanmır da bu qız. Hə. Məsələn, 9-cu sinifdə çıxıb texnikuma gedəcəydim. Asif Zeynaloviyə, Ukrayna müəllimliyinə olacaq. İncə sən könüllü olardın. Onunla da şahmat oynayırdım, şahmat müəllimliyi də eləyə bilərdim. Belə yəni çox şey planımda var idi. Amma gördüm belə əslində oxumaq fikrim yox idi. 11-dən imtahan verib heç oxumayacağam. Universitet də istəmirdim. Sən bu dediklərini indi də eləyə bilərsən. Sənə əngəl deyil məncə. Hə, elə təbii ki də. Bu yazıb dram Koreya dram önərisi. Bayaq Dram dediklərin aiddir. Hə, dediklərim elə. Əslində mən zombiləri çox sevirəm, aksiyon olmaları. Deyir ki, bu da əsas suallardan biridir. Dil kursuna gedərək öyrəndin, yoxsa özün proqramlarla falan, proqramlar hansı proqramı var? Koreya proqramı, mən universitetdə öyrənmişəm, yalan deməyəcəm ki, ora getdim, bura getdim. Amma kurs olaraq istəyirsinizsə, Cedar Solution var. Orada danışıq klublar da olur. Özdə yerli Koreyalı müəllimlər tərəfindən tədris olunur bir çox dərs. Sarı bir şey görürəm. Hə, bu mən də sınamamışam. İlk dəfə səndən sınayacağam. Həmişə istəmişəm sınamam, heç sınamamışam. Limonu. Bu turpdur əslində. Amma nə turpudur bilmirəm. Koreyaya məxsus turpdur. Baxaq dadına. Baxaq. Qorxdun nəsə elə bir? Biraz bir küflənmiş iyi gəlir. Oy. Bir dənə gəl. Baxsan da, benzin baxım. Ay Allah. Görüm nə reaksiya. Normal turp kimi. Buna da Koreya dilində reaksiya verə bilərsən. Nə reaksiya sizdən məndən? Vau, maşita. Nə deməkdir o? Dadlı. Maşito. Maşita. 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 Yox, elə yox. Maşita. bu Məsələn, vurğu fərqi- belə gedir. Vurğu belə gedir, tələffüz hissəsi belə gedir. Onun fərqi var. Hə, sözü düz deyirəm, vurğun səhv deyirəm. Necə dedin? Maşita. Maşita. Elə maşita. Maşisoyo denən. Maşita. Maşisoyo. Maşisayo. Maşisoyo. Maşisoyo. Ay, sol maşisoyo. Maşisoyo. Bir də şey demədik, nuş olsun sözünü demədik başlayanda. Çay mı kesimida. O da nə boyda duruş olsun. Yəni ləzzətlə yeyəcəm mənasında. Necə? Çay. Çay, Aha, cıalı çay. çay, Çay. çay. Aha, mok kesimida. Mədə çətindir. Həvəs olandan həvəs getdi. Aynen. Çox maraqlı. Yaxşı dən deyək. Deyək. Çay, Çay. çay, Çay. çay, Ay, təcrübə. Cıalı. cao, Zol demək. Amma indi onun lığını yumşaq deyəcəyik. Çay. çay, Mok kesimida. mugisimida, Mokda. Mokda yemək yeməkdir. Mok kesimida. mugisimida, Ay, sağ ol. Mok kesimida. Çay mok kesimida. mugisimida. Çay mok kesimida. Belə. İnşallah biraz deyə bildim də yaz. Tamam, dadına bax. Hadi. Kələm turşusu. Biraz. Bunlar bu eynidir. Oturub dadına bax indi. Oturub dadına oxşayırlar. Onun dadına bax. Elə bil ki, Sevmədin. kələm
Mənasız Suyla kimi? turpu sintez ediblər. Hə. Elədir. Yəni Koreya mətbəxi mən sizə izah edeyim. Yəni ağızlarına gələn qarışdırırlar. Abartma. Abartma. Ay tabii. Yo, mən də çox qəşəngdir həqiqətən. Toyuqlar qəşəngdir. Sosları, acı sosları bildiz qəşəngdir. Yosunlu yeyə bilərsiniz. Yosun Yapon mətbəxidir. Bu Koreya deyil, Yapon. Oy. Amma sınayacağıq. Adına baxmaq nə deməkdir? 먹어보겠습니다. Mogobogi. 지금 인디 이곳을 먹어보겠습니다. Yavaşdır, mən bilmirəm. Hə, tamam. Hə. 지금 Chicken, 이것을 igosei, igosir. 아하, 먹어보겠습니다. Mogo, 먹어보겠습니다. mogobogisibida. 네, 먹어보겠습니다. 그럼 먹어봅시다. Məncə sıçandır bu. Yo, abart. Mən sizə bir söz deyim. Mən Sezarın falan içində krevetkan yemirəm axı, xoşum gəlmir. Hakkım. Bunu bəyəndim amma. Ben ürəyim gedir. Bunu hansı sousdan istifadə eləmisinizsə bəyəndim. Küçdə o. Kökdən ye. Kök adi köktür. Adi kökdür, yenə nəsə qatıblar içinə də. Bunlarda adilik yoxdur, axı nəsə qatmalıdırlar. Bu dəfə də mən yeyəcəm birinci. Aha. Normal məncə rəndelənmiş kök kimi bir şeydir də. Orada çox qəşəngdir. Abart. Hə, ömrüsləri ver. Ən favorim bu oldu. Həqiqi deyirsən. Yemisən? Yəni normal kökdür, o qədər məncə abartılacaq bir şey yoxdur. Bəlkə bizə özləri hazırlayıb. Baxın. Yox, bu adi kök deyil, nəsə qatıblar balam. Hə, bildim. Qatıblar, hə? Qəşəng işdir amma. Son yeməyimizi yeyirik, amma son yeməyi yemədən öncə nə demək istəyirsən öz izləyicilərimə və mənim izləyicilərimə? Demək istəyirəm ki, Aytacın daha çox belə maraqlı kontentlər çıxarmağını istəyirsinizsə, kanalına dəstək olmağı unutmayın. Çox sağ ol. Bizə dəstək olun ki, biz də sizin üçün daha yeni fikirlər yaradaq. Nəzərində kanallarına buradan çox sağ ol gəldiyin üçün, təklifimi rəğbət etdiyin. Sən çox sağ ol. Qəbul Deyəm biraz etdiyiniz vətəndaşım. Çox sağ ol, uğurların bol olsun. Ya, sən İnşallah sağ-salamat universiteti qutar, istədiyin yaxşı bir yerdə işlə və yaxud da ki, freelance necə istəyirsiniz artıq bilmirəm. Belə, siz də kanalıma abunə olmağı, like etməyi unutmayın. Siz necə buldunuz? Hansını gəlib yeyərdiniz? Fikirləriniz çox maraqlıdır. Daha çox belə kontent üçün belə maraqlı videolar çıxartmaq dəstək olun. Sənə son sual verim ki, Koreyadan hansı məşhurları bəyənirsən? Məşhurlarım. Əsasən Blackpink. Bir də aktyorlarından sevdiklərim var. Kimlərdir? Park Shin Hye var, xanım aktyordur. Park Shin Hye? Park Shin Hye. Onu sevirəm. Chang Won'u sevirəm. Genç kızların sevimlisi. Böyle dalıyoruz ya. Merkezci olur. Bir dənə görüşmə haqqın olsa, Koreyalı kimlə görüşərdin? Jenny ile görüşərdim. Jenny? Jenny. Jenny. Kim Jenny? Jenny. Evet. Bu rəngdə kələm olur, çuğundurdur ya bu. Yo bacı, kələmdir. Qırmızı kələm. Qırmızı deyəndə dənə şey. Artıq səncə göyərtiyə niyə yaşıl göyə niyə göyərti deyirlər? Amma yaşıl da. Heç bir fikrim yox. Mən də yox deyə. Niyə elə Ayda deyirlər? bunu da çox bəyəndim. Peki. Məncə mənim problemim sən nədir? Mən baharat sevmirəm. Ona görə mən bunların adi versiyasını bəyənirəm, baharatlı yox. Bu gün Koreyada verilişimizin sonuna gəldik, çatdıq. Bəli. Bir daha təşəkkür edirəm. Koreya dilinə sağollaşaq da. Annyeonghaseyo. Salamat qalın. Annyeonghaseyo.